Gününüz aydın olsun. Bugünü sizlə yeməklə bərabər açdım. Sabahlarınız xeyir. Artıq biraz uzandıq, biraz nə bilim dincəldik. Gec qalxdıq bugün. Səhər yeməyimizi yemişik. İndi keçdim günortanın yeməyini hazırlamağa. Soğanlarımı yaxşı qovurmuşam. Küftə bişirəcəm. Küftəciklər, balaca küftələr. Küftəciklərimi belə hazırlamışam. Kartofumu doğramışam. Soğanım qovruldu. Tomatımı əlavə elədim. Biraz da bunu. Suyunu da əlavə elədim. Yaxşı qoydum. Qaynasın. Sonra küftələrimlə kartoflarımı əlavə eləyəcəm. Belə qaynayır. Küftəciklərimi atmışam içərisinə. İndi də istəyirəm kartoflarımı atım. Kartoflarımızı da ataq bir-bir. İçərisinə qaynasınlar. Biraz da noxud əlavə eləyəcəm. Noxudum onsuz da pişmişdi. Onu lepramoy əlavə eləyəcəm içərisinə. Belə. Yavaş-yavaş qaynasın. Yemək hazır olsa deməli ki, bütün işlər görüldü. Bunları da aparım içəri. İstəyirəm bu süfrəni dəyişəm, klyonkanı. Masa əvvəl oradaydı, indi keçirtmişəm bura. Bugün keçirdik bura. Məktəb paltarlarını da ora qoymuşam. Yuyulacaq. Süskam da burada yatıb. Bunu inanırsınız çox vaxt deyil aldığımız. Amma çox pis süfrə çıxdı. Belə ona görə gülümü hər dəfə baxanda xoşum gəlir. İndi bunu götürüm. Bu masamız belədir. Bu masamızın üzəri belədir. Çox qəşəngdir. Əlvan renklidir. Bu evin masası belədir. Bu açılır. Böyük masa olur. Belə 4 nəfərlikdir. Amma biz 6 nəfər yəni rahat otururuq. Açılanda 6 nəfər, açılanda 8 nəfər də oturmaq olur rahat. Belə bir süfrəmiz var. Bunu o vaxtlar mən almışdım. Sonra bir ara sərdim, sonra sərmədim. Bu rəngi bir ara favorim idi. Ancaq bu rəngi istifadə edirdim də. Çox xoşum gəlirdi. Bənövşəyirək. Biraz oyunu çək Dəniz. Sonra yoruldum. Ona görə də götürüb saxlamışdım ki, adam olar ki, həyətə falan sərər. Bura qismət imiş. Bura evin masaları da bənövşə idi. Kızım bunu qaytar bunun üstünə. Gözdə. Bura qismət imiş. Çay qaynadı, söndürün çayı. Çək oyuna. Ay sağ ol. Özvə tərəfə qızım, özvə tərəf. Çayını firar yaptı. Biraz da. Bildi mi? Biraz da çək. Bir damcı da çək. Axı elədi. Yo, çək də. Mama deyir, çək. Bu tərəfinə də qoy baxım. Sərdim süfrəmizi. İşini qubu. Dənizin də ora keçdi. Paltarlara fikir verməyin. Onları yığışdıracağım evi. Hələ yığışdırmamışam. Süfrəmiz də belə oldu. Məncə qəşəng oldu. Bu tərəfdən də çəkeyim. Məncə qəşəng oldu. Fikir verməyin, orada Fidan nənəsindən pul istəyir, nəysə kart. Puldan çox daha doğrusu nəsə istəyir. O da gah kart, gah pul söhbətlər edirlər. Sən nə açırsan? Yerə tökmə, yığışdırıram. Belə süfrəni də sərdik, görək nə edirik.
Biz stolumuzun süfrəsini dəyişdik. Çünki mamam dedi ki, bunlar da bənövşəyi, daha sonra divanın üzəri də bənövşəyi, evi boğur. Qoy televizorun kodunu alım. Oğlum yok ben de yeni uyandım vallahi. Hə. Onlar da elə, bunlar da belə boğur. Ağ limonlu süfrəmiz var idi. Bunu da çoxdan da sərmirəm, istifadə etmirdim. Bu süfrəni Trendyoldan vurmuşduq hardasa. Bunu bir də Temudan 4 dənə də balınç vurmuşduq belə limonlu. Artıq 60 manata gəlmişdi. Çox qəşəng materialı var. Ləkə götürməyəndir. Bunu sərdik, hələlik qalsın burada. Mamam dedi evi boğur, ona görə indi biraz bu qalsın, biraz onu sərərəm. Orada güllər var idi, düşürdü yerə. Toxunma güllər. Onları da ona sancdım belə. Ki televizorumuz Aylinin 10 yaşında bura asmışam. Neyniyim, burada çox balacadır, yer yoxdur. Bu da fidoquş. Divanın üzərində örtüyün ayaqlar var. Fidan dur oradan. Dur aşkım. Divanın üzərində örtükləri var bu rəngdə. Onları götürdüm, təzə ləkə olublar. Ona görə uşaqlar şokolad falan deyəsən vurublar. Zeyləyəcəm. Burada Aylin bəzən oturub televizora baxır. Onları yuyacağım. Ondan sonra WhatsApp-a gəlir mesaj, ona görə dayanıram. Bu da Aylinin sənət əsəridir burası. Bilmirəm nədir, nəyə yarayır. Zalintlə asıb. Necə görsənir. Heç nə, televizorumuz orada, güllərimiz fırlayanda belə nəsə qızartıq olur. Bu da belə, masamıza da bunu sərdik, limonlu. Mamam dedi bu yaxşıdır. Suzi də burada yatmışdı bayaq. Durdu, getdi. Orada Aylinin bəbişqası. Heç nə, bunu sərdim. Bir dənə yeri toz soranladım. Evi tez. Daha sonra biraz qablarım var, onları yuyacağım. Onun bir xeyli işlərim var kuxnada da. Mayka doludur qablarla, onları yuyacağım. Bu boş qablarım təmizdir, yumuşam axşamdan. Üstlərini örtmüşəm. Belə gün ortaya Aylin, gün ortaya nə idi? Axşama Aylin aş istəyir. Küftəni yedi, indi keçdi aşa. Aş eləyəcəm. Belə tutmanı gətirdim çöldən ki, istilənsin axşama kimi burada. Ben butulkası verdi. Gələsinin butulkası. Bunun içində niyə sarfetka qoymuşsan? Sildim ama buharlanır. Şimdi buharlanma. Yaxşı. Ondan sonra havaydı, hə. Benim. Bilmirəm ki, yadımdan çıxıb. Amma eləyəcəm. Uşaqlar qoymadı, nə deyim, nə danışım. Red mi bu? Hə, redmidir məncə. Eləyəcəm. Bunu da Aylin rəhləmiş, tapmış bura. Aş bişirəcəm ona, amma file, baxdım ki, toyuğumuz yoxdur, file var. File soğanla qovuracağım aşın üzərinə. Elə eləyəcəm. Əslində çəkilmiş ətim də var. Daha küftə yemişik deyənə gün ortaya istəmirəm. Bir də bu belə danışırdı Aylin. Fidan qaçı, oy, piraşki iyi gəlir burnuma, piraşki iyi gəldi, piraşki qoxusu gəldi. İndi onun üçün də piraşki etməliyəm. O da piraşki istəyir. Şimdi nə qədər işimin arasında indi bu qablarımı falan yuyum, keçəcəm, piraşki bişirəcəm. Artıq kartofunu mamam qoydu bişməyə. Piraşki bişirəcəm, bir də aş üstü file ilə. Toyuq filesi ilə bişirəcəm. Heç nə, bu sarfetka bizə çatmır, inanırsınız. Hər dəqiqə mamam qoyur. Elə bax alırıq ki, arazda olur. Günə elə ki, həftəyə ikisi gedir. Nəm salfetkamız orada olur hər zaman. Bu da burada. İkisi də bitir. Torpaqla məşğul olmuşam. İndi hələ uşaqlar çinməlidir. Nə bilim, o qədər iş var. Yavaş-yavaş işlərimi görüm, nə qədər iş var. Nə inirsən Ayliş? Bəbəsini yedizdirir xalalar. Bu da burada. Daha sonra yavaş-yavaş işlə nə qədər dayansaq iş görməliyik. Bu gülümüzü də bura qoymuşam, amma atası deyir ki, paketə sal. Olacaq, toz olacaq. Salacam onu. Bəzi qablarımdan orada yıxmışam. Onu salacağım paketə. Aycan. Hə, qoyma ağzına. Hə, tamam ürəyim. Heç nə, yavaş-yavaş işlərimi görüm. İşlərimə başlamamışdan öncə dedim, qoy təbrikimi edim, daha sonra başlayayım işlərimə.
Mənim gözəl izləyicim, daimi izləyicim, əziz izləyicim Əfsanə xanım. Onun şirin şəkər balası Əli balanın ad günüdür. 25 il, yəni bugün doğum günüdür. 12 tamam, 13-ə davam. Bu münasibətlə onu ürəkdən təbrik eləyirəm. Uzun ömür, can sağlığı arzulayıram. Xalası onu, həm mamasını, həm özünü çoxlu-çoxlu öpür. İnşallah Allahım bütün arzularınıza, niyyətlərinizə çatdırsın sizi. Əli balam, həyatda hansı yolu tutursansa tut, hamısında uğur qazanmaq diləyi ilə. Bütün gözəl niyyətlərim, öz balalarıma nə arzu eləyirəmsə, sənə də onların hamısını arzu eləyirəm. Doğum günün bir daha mübarək olsun, 100 yaşa, sağlam yaşa, uzun ömrün, sağlam canın olsun. Mən ailə işi çimizdirdim, qazıma fikir verməyim, batıb indi yemək pişirirəm, yemək hazırlayıram. Düyümü qoymuşam burada belə qaynamağa, qaynasın. Ailə işi çimizdirdim, daha sonra zaryatkam yox idi, telefonumu zaryatkaya qoydum. Burada da belə qarasını hazırlayıram, soğanla demişdim, filə qovuracağım. Bunun hələ kişmişi falan var, onu əlavə eləyəcəm. Turşu, kişmiş. Belə. Bu da burada belə qaynasın. Yavaş-yavaş. Burada da kartofumuz qaynayıb, qəşəng. İndi mamamla soyacağım, bunu əzəcəm. İndi keçim bir dənə xəmir yoğurum, tez piraşki üçün. Onu düyünü yeri, sonra da piraşkini pişirərəm. İşim o qədərdir, paltar, onu elə, bunu elə. İş qutarmır, bugün işim çox olub. Unumu açdım, bu unla pişirəcəm, mamam almışdı. 1 kilo elə yoğuracağım. Dedim koy pişirim. Ya. Bu kızım da qonaq gəlib. Yeyir. Zuzinin qabında nə var idi, hamısını boşaltdım. Qəşəng yaş yeməklə korumun qarışığıdır. Özdə bu korum qəşəngdir. Yəni deməyin ki, qaba tök. Mən necə deyim, bu pişiklər qaba nəyisə qabda mən verirəm. Bilmirəm heç görməyiblərmi, nə bilim heç vaxt yeməyiblərmi. Bax paketin üstündə də qoyuram. Ağ belə kapron qablar var. Evə keçim lap göstərərəm. Ondan neçəsini yoldaşıma balacasını almışam. Elə eləyirəm, yemirlər. Oradan da başlayıb belə yerə dağıdırlar. Nə bilim, bilmirəm. Mən orada köhnə evimizdə idi, pişiklərim elə idi. Ancaq belə yerə tökürsən, yeyirlər. Orada o tərəfdə qab da qoymuşam bir dənə. Yolda gedəndə göstərirəm. Bax, seçir, yeyir, sonra korumlara başlayacaq. Sənə qurban olum. Nə qədər paltarlar yumuşuq görsəz. Sənə qurban. Güllərin üstünü belə örtmüşük. Bunlara yağış falan vurmasın deyə. Sənə qurban. Birdən ki səsini eşitdim. Tez çıxdım, xəmiri yarımçıq qoydum. Buradan keçirəm yeməklərə. Bir də baxım, aşımın ucu süzməyə bir dəqiqəsi var. Belə kişmiş atmışam içərisinə. Mamam kişmiş istəyir. Bir xalam var idi, izləyicim. Deyəsən demişdi ki, qazanda qaşıq saxlama. Bunu da indi qarışdıram deyənə salmışam. Bu da yaxşı pişib. Buralara baxmayın, yığışdıracağım. Belə qazmaq hazırlayıram yumurtadan. Dibinə də yağ tökmüşəm. Sonra tökürəm. Sadə qazmaq. Qatıqda olanda tökürəm. İndi qatığımız yox idi. Həm də heç elə ehtiyac da yoxdur da. Yəni yumurta ilə də eləyə bilirəm. Belə də yaxşı olur. Belə qəşəng dibinə yayıram. Hər tərəfinə. Şimdi bunu bir damcı qoyacağım, bu tutsun. Ondan sonra üzərinə düyünü əlavə edib dəmə qoyacağım. Qoydum bura, belə yağını, sarı kökünü, hər şeyini də yenidən əlavə elədim. Mən paketdə qoyuram, bilirsiniz, göstərmişəm dəfələrlə. Bu qapağı bağlayanım da var, amma sevmirəm, paket istifadə edirəm. Belə dəmirin üzərinə qoydum, içəridə. Yaxşı dəm alsın. Gedim başqa işlərimi görüm. Keçdim xəmirimi yoğurmağa, duzunu falan hər şeyini əlavə etmişəm. Apara hazırlamayacağım, ehtiyac yoxdur.
Mama, çaynikdən suyumu azca tökdən olar. Ha. Bu un qəşəng undur. Elə belə kövrək yumşaqdır. Bravodan Hə, aldığımdır, hə. Bir bəs. O un yoxsundur. Hə. Bir də yağı bir dəfəlik mənə ver elə burada yanımda qalsın. Yadımdan çıxdı gətirmək. Bəlkə gərək yekə o qırmızı qabımıza boşaldaydım. Olacaq bunlar. Yaxşı olsun. Həllincə idi sonra. Hə. Yenə alarsan olsa, yəni yaxşı oldu. Nə bilim, axsa qalmış. Xəmirin fırar eləyir. O dadlı konfet deyəsən. Bu köhnəsi də pis olur. Daş kimi olur. Toparladım uca xəmiri. Biraz elə bil suyu çoxdur. Su deyil aşkım, yağdır. Ha. Bu sudur. Halar, anam piraşki eləyəndə çox dadlı. Elə bil alınmadı da, yəni. Özü yağda qızardı. Ama yağda qızardacaqsan, yoxsa? Hə, yox, tufq eləməyəcəm yağda. Neçə saat gözləyəcək? Az. Yəni xəmir gələnə qədər də az deyəndə ki. Fidoş, orada təmiz paketlərdən gətir, birini də üstünə qoyum. Təmiz bir süt götürdü. Deyə orada konfetin yanında. Şkafa bax. Bu şişəcək, hə? Allah. Sən şey bağlayanı var idi. Nə aşkım? Belə Aşımız hazır oldu. Belə boşqablara çəkdim. İndi uşaqlar bunu atışdırsınlar. Sonra axşama da inşallah piraşkini hazırlayacağım. Piraşkilərimizi başladım qızartmağa. Orada Aylin çəkirdi. Əlim bulaşıq idi. Mamamla ikimiz başladıq eləməyə. Xəmirim çox gözəl gəldi. Elə yeməyimizi yedik, bir çay falan içdik. Xəmirim hazır oldu. partlayır. Hə, yağıdır.
İndi qəşəng-qəşəng belə pirajkilərimizi qızardıram. Alınmadı elə bir qorxdum. Qorxma. Oy. O ne için Həmişə bu korktun? qazanda eləyirik. Bu qazan yaxşı qızardır. Həm də ki qıraq falan yanmır da. Qazımıza da baxmayın, yaman gündədir. Yemək bişirmişəm. Bu gün dayanmadan silməmişəm. Dedim axşam bir dəfəlik pirajkin yağından Hala sonra şəhərin təmizləyim. yemeği pişirmişik. Günorta Günorta, yemeği akşam. pişirmişik. Günorta lap pis idi. Aş pişirmişdik. Günorta deyildi o axşam. Akşam. Belə bunlar qızarsın yavaş-yavaş. Belə 3-3 yerləşir bu qazana. Qəşəng olur baxın. Alınma pirajkilərə oxşadı. Aylin demir. Qəşəng alınır belə. Oy. Çevirim olmasın. Təzə qoymuşum. Fidan, bir dənə düz boşqab götür, onlardan nənə elədiyəcən gətir bura, mən qızardım. Çünki girə bilmirəm içəri, yağım qızıb. Qızardım yavaş-yavaş hamısını. Qızarırlar, elə qəşəng yağın səsindən xoşum gəlir. Yağın səsidir, çayın səsidir, quşların səsi, pişiklərin miyoldaması, hamısını çox sevirəm. Su axıntısı səsi, bir də odun ki yanır. Var rəng var. Bu bir də odun yanır, çırt-çırt belə. Onu da çox sevirəm. Yavaş-yavaş qızardım. Bacınız yaradıb. O unlarla ümumiyyətlə bir sadə, məsələn, çörək unu var, biz alırıq. O unlardansa, paçkavoy unlarla şirniyyatdır, börəklərdir, bu belə pirajkilərdir, hazırlananda daha gözəl olur. Mən bunları yaymışam əvvəlcədən belə uzadım da. Fidoş, gəl gətir aşkım. Yaxşı olur. Alıram. Doldur gətir. Tez o birinin ehtiyac var. 3-3 qızardırım. Yağımız da qəşəng yağdır. Yanıb qaralmayan yağdandır. Nə qədər qızarsan da yanıb qaralmayacaq. İnşallah utanıram da qazım belə. Üzüldü sayın. Axırda siləcəm. Fidan уже başlayıb yeməyə. Göstərim sən. Baxın, içine bakın. Turşu reklam değil. Mamamın reklamıdır. Ay, ləzzət elədi sözün. Bu sarı kök az qatmışam. Burada çox tünd düşür. Dediyim kimi, ümumiyyətlə rəngləri qırmızıdır, sarıdır, yaşıldır. Baxın, o açıq yaşıldır. Tünd çəkir telefonum. Niyəsə bilmirəm. Rejimi düzəldirəm. Sonra şey olur təzədən qoy. Yo, aşkım, yox, ye. Baxın, belə çox qəşəng dadlı olub və içi də boldur. Yandıracağım pirajkilərimi, al. Başımı qatma. Belə. Her şey giyinenlerde, tuzlu giyinenlerde yani. Aha. Sevdin də o deməkdir ki. Və qaranlıq da olsa qutardıq. Hamısı hazırdır. Qızartdım. Birazı yeyilib, biraz da var. Belə göyərtili falan ketçup düzəltdim. Kartofuna göyərti əlavə eləmək yadımdan çıxmışdı. Ona görə indi belə əlavə elədim. Qəşəng düzəltdim belə də. Bizə nuş olsun. Əllərinə sağlıq canım. Çiçəyim, sağ ol. Yiyin. Ay qızlar, mən bugün qazın yanından çəkilməmişəm, inanırsınız. Bu da gecə ucu saat 11-dir. Mən yenə yemək bişirirəm. Hələ qazımı da silməmişəm. Çünki yeməyə davamdır. Deməli, belə bir dənə qapını ört. Sup hazırladım. Bilirsiniz, bugün aş bişirmişəm. Mənim yoldaşım, yəni yeməyi evdən aparır da işə. Aş bişirmişəm. Bir qazan aş yığmışam. Qəşəng ona qazmaqlı falan da hər şey. Sonra dedi ki, mədəmə yumuşaq bir şeylər də istəyirəm. Çoxdan da su eləmirsən. Bir bankada mənə su bişir qoy. Təzədən qayıtdım qazın yanına su bişirməyə. Qəşəng bir ona su bişirdim. İçərisinə kök, ondan sonra necə kök, çuğundur, neydi, kök, biber, kartof, soğan. Baxın, belə turşular atdım. Bunlar turşudur, turşməz olsun deyənə. Qəşəng bişirdim. Bu bizim əslində qazanımızdır, necə deyim.
qızartma elədiyimizdə bəzən cips kimi kartof istir ayırın. Onu və piraşkini qızardırıq. Bunda yəni buralarında ləkələr ola bilər. Bunlar artıq getmir. Neçə ilin qazandı. Elə bunu əlimdə yuyurdum. Orada necə deyim, o şulkadaydı da, qap şulkasına bir də başqa qazan götürmədim. Elə ona görə bunu istifadə elədim. Yuyub qoymuşdum oraya, ona görə bu qazanda bişirdim. Həm də az bişirəcəkdim. Yəni bu kiçik qazandı. Yəni narahat olmayın, bunlar getmir. Bugünün de son videosu olsun bu videomuzda. İnşallah növbəti videoda, vloglarda görüşərik. Hələlik.